Hətta bir məqam diqqətimi çəkdi. Komandanın kapitanı, yarışın təşkilatçısı Ruslan Jamorant'ın ayaqqabılarıyla oynayır. Fikir ver. Jamorant NBA'də Memphis komandasının ulduz basketbolçusu. Ümumiyyətcə fikir versən, bu göy komandanın hamısının krasovkaları təcrübəli oyuncuların krasovkalarıdır. Eyni Vadim Kutukov. Bəlkə də, buradan görmürəm, bəlkə də Kyrie Irving'dir. Baxaq indi Alfonso ötürmə Ruslan'dan iddial alında. Wow, Alfonso sən nəyi qaçırtdın? Bəli. Bunu qaçırtmaq olmaz. Yaxın məsafədə. Check the ball yenə də. Ruslan Aslanının çox maraqlı bir atışı var. Sən onu görəcəksən. Çox maraqlı bir floater atışıdır. Bax bu tipdə bir atışdır. Onu biz izləyəcəyik. Alfonso'nun əlindən topu vurub çıxartdılar. Maraqlıdır əslində. Alfonso'nun ümumiyyətcə driblinqi də yaxşıdır. Sadəcə bu pas yaxşı olmadı. Çətin oyundur, basketbol. Bəli. Yəni ki, sən elə belə evdən qalxıb durub basketbol oynaya bilmərsən. Alfonso. Bu spinin bizim ayrı məşqlərimiz olurdu. Bu spinlə bağlı bizim İstəmişsiniz məşqlərdə bunları yəqin ki. Bu spinlə bağlı ayrı məşqimiz olmuşdu və gələnlər bilir. Canavar X buradadır, Canavar X. Canavar X. Tamam. Düz yanımızdadır. Düz yanımızdadır, düz yanımızda. Bir də gördün Canavar X hirslənib. Toplar səbətə daxil olmayanda Canavar X gelib özü hər şeyi həll eləyəcək. Ona mən inanıram. Sərbəst atışı necə atacaq Ruslan Aslanov? Səncə Ruslanın sərbəst atışları yaxşıdır. Sadəcə indi bu vəziyyətdə bəlkə biraz həyəcan da var. Amma sərbəst atışları yaxşıdır. Bəlkə də sən o challenge-ları görürdün. Delikan challenge-larını Chris Clark'la hətta challenge-a girmişlər və orada bir neçə dənə atışı tamamlaya bilmişdir. Burada indi fikir verdinsə 72 nömrəli oyuncu qaydada səhvə yol verdi və hakim 3 xətlik böyük basketbolda 2 xətlik zonanın kənarına çıxmağı işarə etdi. Vadim ümumiyyətcə neçə dənə rebound götürüb fikir vermişəm. Wow. Ay Vadim. Vadim çox yaxşı voleybolçulardan biridir. Davay. Və Vadimin yaşını nəzərə alsaq, fiziki göstəriciləri çox yaxşıdır. Vadim çox yaxşıdır. Ümumiyyətcə indi də formasını qoruyur. İdmandadır. Hər zaman onu məşqlərdə görürəm. Bəzi zallar var, kortlar var. Orada onunla rastlaşırıq. Yəni ki, idmandan o insanlar belə deyim aralaşmır. Bu oyunda follar bir qədər sürətli olur. Birinci oyundan fərqli olaraq. Bu da Vadim Kutukov. Bəli, bəli. 2-0. Qeyri-məhsuldar oyun izləyirik. Sözün düzün mən bu oyunu gözləyirdim artıq. 5 dəqiqədən sonra gözləyirdim ki, bir 6-7 xal göy komanda vurmalıydı. Düzdür, bir neçə dəfə bəxtəri gətirmədi. Onu biz gördük. Bu da rugby. Mən dediyim kimi. Amma mən razıyam səninlə. Birinci oyundakı komanda daha basketbola uyğun ötürmələr, kombinasiyalar, mən birinci oyundakı komandanı oradan da güclüdür, razıyam. Bəli, çünki onlar yenə də deyirəm, çox istəklidirlər. Əgər orada İlkin kimi, Bayram kimi oyuncular var ki, hansı ki zəng eləyib soruşurlar, öyrənirlər, həmişə məşqdədirlər və onlardan əlbəttə ki bunları gözləmək olar. Çox istəyərdim görüm bu komanda ilə, göy komanda ilə qırmızı rəngli formada oynayan komanda. Can Cigers komandası. Famil bəy bizim yanımızdadır. Famil bəy, bir-iki kəlmə bu yarış haqqında danışın. Hər kəs salamlayıram. Qəşəng oyun gedir. Düzdür, oyuncularımız o qədər də peşəkar deyirlər. Düzüm, yəni bu açıq aydınla görsəniz. Bəli. Lakin bu basketbolun inkişafında tanınması, ən çox tanınması, təbliğatı üçün məncə ilk atdığımız addımlardan biridir. Və sizin vəziyyətiniz çox olub burada. Mən bunu bilirəm və sizə də öz minnətdarlığımızı bildiririk. Burada hər kəsin əziyyəti var. Nazı ilə oynamışsınız bu oyuncuları. Nadir də, siz də. Bunlar önəmlidir. Biz vaxtı ilə bir komandada oynamışıq Famil bəylə. Bəlkə bilirsiniz, bəlkə yox. Yəni Famil bəy də o vaxtı bizlə basketbolda necə deyim, irəliləyirdik bir yerdə. Marketinq üzrə mütəxəssisimizdir bizim Azərbaycan Basketbol Federasiyasında çalışır Famil bəydə və önəmli bir məsələdir bu yarışın ərsəyə gəlməsi. Vadim attı, bravo. Ümumiyyətcə mən deyə bilərəm, bir
bir şeyi ki, Fəxridən bir çox gözəl ötürmələr gözləyəcəyik. Mən hətta ona deyirdim ki, sən bu liqada, bu komandaların içində ən... Ağırla oynayır basketbol. Yox, mən ona rus dilində deyirdim. Deyirdim ki, sən ən dobri oyuncusan. Ürək açıq. Sən ürək açıqsan. Təkbə-təkə çıxıb pas verir arxaya, nə bilim, ayaq Dostlar, bir də indi Nadir burada, düzdür, bizim yenə deyirəm, həvəskar bir liqadır. Şərhi də eləməyə çalışırıq ilk dəfədir, amma belə deyək, rus dilində sözlər də olacaq. Əlbəttə ki. Düzdür, qaydalarına biz bilirik ki, ziddir, amma biz yenə deyək, bu liqa bir neydə liqadır? Biz məsəl üçün, bəli, biz məsəl üçün bəzi sözləri deyəcəyik. Yəqin başa düşərlər biz izləyicilərimiz. Əlbəttə ki. Baxaq, Alfonso, boks meydanında Fikir verdin driblinqa. Çox gözəl. Mən elə o barədə deyirdim, amma yenə də görürsən təcrübəsizlik öz sözünü deyir. Nəyə görəsə 17 nömrəli oyuncu öz səbətini atmaq çalışdı. Bax, üçkənin çətin, bəli, məqamı odur ki, sən çıxmalısan, 3 xallıq zona tərk eləməlisən və sonra atış atmaq. Çox gözəl atış. Çox gözəl atış. Alfonso boks meydanında bizə çox şeyləri göstərir. İndi görək basketbol meydanında onun komandası turnirdə hara qədər gedə biləcək? Məncə finala kimi irəliləyəcəklər. Mən belə fikirləşirəm. Və bir şeyi də nəzərə gətirmək istəyirəm ki, bizim oyun vaxtımız 10 dəqiqə və yaxud 21 xal vurulanda 10 dəqiqədən qabaq oyun bitir. Yəni ki, oyun yekunlaşır. Biz buna ölüm deyirik. Yəni ölüm var. 21 ölümdür belə deyək. Var. Bu da maraqlı bir termindir. Bəli. Basketbol izləyənlər yəqin ki, bu termini bilirlər. Üç basketbolla maraqlanan daha yaxşı bilər, mən düşünürəm ki. Və bir məsələ haqqında deyim, Nadir. Topçular, bilirik ki, biz Arsenal futbol klubunun ləqəbidir və onların formalarına fikir verirsiniz. Arsenalın səfər forması var idi belə bir rəngdə. Bəlkə də yadımdadır səhv eləmirəmsə, göy və sarı rənglərdə. Henry'nin oynadığı. Henry, bəli. Topçular yəqin ki, bəlkə də onların kimsə onun Arsenalın fanatıdır, belə deyim. Bəlkə hamısı Arsenalın fanatıdır. Olar. 72 nömrəli oyuncu əslində çox istəklidir. Sadəcə fikir verirəm ki, onun staminası ilə güc balansı. Güclə problem var, çəki problemi var, istərsəməz o sözünü deyir. Məncə o indi otursa daha yaxşı olar. Ümumiyyətcə 3-də hər bir pauzada oturur. Bu şərtdir. Sən çatdırmalı deyilsən ki, sən yorulasan, sən 100% gücünlə oyunu davam etdirməlisən. Bəli. Bu yaxınlarda biz onu da tamaşaçılara deyim, bəlkə maraqlı olar. Dubayda dünya finalında olanda biz onun problemini, o səhvləri biz elədik. Heyət kimlər idi? Kamran oradaydı, Kamran İmanov, Fuad Niftəliyev, mən bir də Andrey Dudarev. O bizim basketbolçudur, yoxsa Azərbaycanda yaşayır? Yox, o artıq Rusiyaya qayıdıb, o bizdə legioner limitindəydi. Bəli, rolundaydı. O da çox güclü oyuncudur. Bizdə belə deyim 5 nömrə kimi oynayırdı. Boyu 2.7-dir. Çox gözəl ötürməkdir. Və orada biz o problemi yaşadıq. Ona görə düzgün. Amma yenə də təmsil etdiniz. Əlbəttə təmsil etdik, qələbəmiz də oldu, məğlubiyyətimiz də oldu. Mən ona görə onu dedim ki, gələk vaxtında, gələk hər pauzada düzgün istirahət eləyəsən, bəli. Gücünü düzgün böləsən, belə deyim, oyuna. Çünki sən yorulsan, otursan, ola bilər ki, oturmuş oyuncu da yorulur. Ruslandan çox gözəl. Ruslan sadəcə bunları çox yüngül bitirsə, yəni ki, sadə bitirsə, bəlkə də hamısını... Burada hamının basketbol oynayan burada... Bu da fəxri, dediyim kimi, gözəl ötürmələr görəcək olur. Hesab 11-0, artıq 49.6 saniyə qalır. Məncə bu sondur. 11-0, hətta xal qazana bilmədi rəqib komanda. Bəlkə imkan versələr məncə. Topçuların topu bitdi bu oyunda. Belə dedim olar. Göy komanda imkan versə bir xal qazanardı. Sarı komanda, düzdür. Gentleman, alicənab hərəkət. Fair play. Fair play, fair play. Bir də hakimlər də çox stepsləri saxlamırlar, yəqin ki, belə düşürlər. İlk oyunlarda elə olacaq, amma nəzərdə çatdırım ki, bəli, finala yaxın, yarım finalda artıq mən fikirləşirəm ki,
pivotu da tərpətməyə qoymur. Qaydalar daha da sərtləşəcək. Artıq 20 saniyə qalıb. Bir xal qazansalar. Və elə dediyim kimi bəli, fair play. Çox gözəl bir hərəkət. Öz qarşı komandaya qarşı Ruslangelin komandasından. Mən Alfonso'ya Fəxri gedir Aliyupa və alınsaydı bəlkə də yarışın ən gözəl atışı olacaq. Mən Alfonso'ya fikir verirəm, sən daha yaxın belə deyək, təmasda olmusan, danışımsan, münasibətiniz olub. Sadə insandır. Çox sadə insandır. Həqiqətən də mən fikir hiss edirəm bunu. Bəli, çox sadə, çox yaxşı oğlandı, belə deyim. Basketboldan da kənar, onu da mən qıraqdan tanıyıram. Bizim dili bilir yoxsa yox? Başa düşür, elə tam danışa bilməsə də, amma danışsan ondan Azərbaycan dilinə o səni anlayır. Az burada başa düşür. Bəli, çünki neçə illər... Az da çox, hətta az dedim mən. Məncə çox başa, yəni ki sən danışanda o səni başa düşür.